Salam, mən Hüseyn Salmanov. Bu gün də çox maraqlı bir konseptlə sizlərin qarşınızdayıq. Şıxovda yerləşən, dəniz kənarında yerləşən bal restoranlarına gedəcəyik. Hər məkanda eyni yeməyi sifariş verib keyfiyyət qiymətləndirməsi eləyəcəyik. Çox maraqlı olacaq. Çox xahiş edirəm, dəstək üçün izləməmişdən öncə videonu bəyənməyi, kanala abunə olmağı, rəy yazmağı unutmayın. Getdik, maraqlı olacaq. Gəldik, birinci məkanımız olan Xəzər balıq evinə. Gedə görə burada balıqların qiyməti necədir, meyni necədir və dadları necədir. Getdik. Deməli, gəldik, əyləşdik. Birinci məkanımız Xəzər balıq evində. Sifarişimizi veririk. Qiymətləri belədir. Əsas isə balıqların qiymətlərini göstərəcəm. Biz sifariş verəcəyik. Gedəcəyiniz məkanlarda çupra, yəni darada balığı 16-17 qram, 500 qram olur qeyd edeyim ki, sifarişimizi verək. Deməli, bir dənə süzmə götürək. Bir dənə balıqçı salatı, bir dənə də manqal salatı götürək. Bir dənə tavada, bir dənə manqalda darado. Sifarişimizi verdik. Vaxtı da hər ehtimal qarşı qoşaq. Vaxtı qoşub yoxlamaq olar, eyni sifarişlər verəcəyik. Deməli, balıqçı salatıdır bu, belə bir salatdır. Süzməmizdir, 3 manatdır və manqal salatımızdır, 3 manat. Birinci başlayaq balıqçı salatından. Bu arada menyuda yoxdur, yeni bir məhsuldur. Çox güman ki, digər restoranlarda olmayacaq, amma soruşacağıq. Zeytundur, qoz ləpəsidir, göyərtidir, pomidordur, səhv eləmirəmsə zeytun yağıdır. Yəni, qarışıq bir salatdır. Normal salat. Yemək deyil, pis də deyil. Soyuq qəlyantı kimi baxılırsa, elə də sifariş vermərəm, ən azından mənim ağız tadıma uyğun deyil, ola bilər siz bəyənərsiniz. Çörəkləri mən bildiyim qədərlə özləri bişirir hər məkan. Dəryada oturmuşdum, səhv eləmirəmsə, oranın çörəyi də yaxşı idi, özləri bişirir də, burada deyəsən özləri bişirirlər, maraqlı belə çörəkləri var, görə dadı necədir. Çörəkləri şey, süzmənin də dadına baxaq. Elə götürək çörəyini. Süzmənin dadına bir də belə baxaq, çörəksiz. Süzmə elə bir tam süzmə deyil, elə bir qatıqdır. Qatığa göyərti qatıblar, amma mən bildiyim qədərlə süzmə biraz sərt olur. Bunda tam süzməli bir şey hiss eləməm. Qatığın suyunu süzməyiblər, elə göyərti qatıblar, göndəriblər. Süzsələr də az süzüblər, yəni o qədər belə deyim, qatı deyil. Ona görə süzmə deyə bilmirəm. Qatığı da sevdiyim üçün bunu da sevirəm, amma süzmə olaraq baxanda bu süzmə deyil məncə. İndi isə keçək manqal salatının dadına baxaq. Manqal salatını normalda közdə bişirirlər. Kebabları deyək də, pomidor, badımcan kebabının. Bunda tamı olur da, hiss tamı. Onu çox hiss eləyə bilmədim açığı. Yəni, süzməyə verəcəyim bal 3 olar. Manqal salatına verəcəyim bal 3-5 olar. Balıqçı salatına bal verə bilməm, çünki arasını müqayisə eləyə bilməm. Amma belə salat kimi versəm, ona da 4 verərəm. Çörəkləri qəşəngdir, çörəyə də 4.5 verirəm. Sifarişlərimiz də gəldi 15 dəqiqə. Manqalda və tavada darada. Başlayaq birinci tavada bişən daradomuzla. Mən tavada nəyə görə xoşlayıram? Çox qızardırlar deyə onun dərisini yeyirsən, ləzzət edir. Göstərim belə. Darada balığı mən nəyə görə sevirəm və sifariş verdim? Sümüyü az olur, dadı da çox yaxşı olur, yeməyə rahat olur. Mən daradonu severim işini də bəyənirəm, tavada qızardım işini də bəyənirəm. Mən normalda balığa naşırab tökmədən yeyirəm. Çünki naşırab mənə görə balığın dadını dəyişir. Ona görə naşırabsız yeyəcəm öncə. Balığın üstünə normalda istiot duz, bəzi ədviyyatlar mənə görə vurulur. Əsasən elə istiot duz vurulur. Burada tam olaraq məncə o deyil. Ona görə çox da bəyənmədim açığı. Manqalda da darada sifariş vermişdi. İndi onda da adına baxıram. Məncə manqalda olan da az pişib. Naşirabların dadına baxdım, naşirabları normal idi. Naşirablara 4 verərəm. Bu arada qeyd edim, düşesləri budur, bu düşesdəndir. Düşesini bəyənmədim, qazı qaçıbdır, həm də isti gətirirlər. O digərlərində də atını isti gətirirlər, amma onu qoyuram bir şeylər. Ümumiyyətlə, qazı demək olar ki, yoxdur. Amma qeyd edim ki, butulkanı burada açdılar. Yəni, ağzı açılmış bir butulka deyil, məhsulun özün qazı yoxdur. Manqal salatının yağını göstərəm. Ya, bu heç ürək asan deyil.
Deməli, hesabımız gəldi. Hesab 49 manat elədi. Tavada və yağda olanlarda 17 manat, süzmə və manqal salatı 3 manat, balıqçı salatı 4 manat, çörək 2 manat və bəyənmədiyimiz limonad 3 manat. Toplam 49 manat eləyib. Digər məkanlarda da eyni sifarişləri verəcəm, amma orada balığın sayını təbii ki azaldacağıq. Ona görə də yenə müqayisəmizi eləyərik. Mənim bu məkan üçün verəcəyim bal 3.5 olar açığı, amma xidməti yaxşı idi. Xidmətini bəyəndim. İnterior olaraq da normaldır. Amma mən burada əsasən balığa görə gəlirəm. Dəyərləndirmə Google Map'də baxaq görə necədir. Xəzər balıq evində 268 rəy üzərindən 4 bal veriblər. Google Map'də də rəyimizi yazaq. Qidaya 3 verirəm, xidmətə 4 verirəm, atmosferə də 5 verirəm. Atmosfer ən azından dənizin kənarıdır. Möhtəşəm Xəzər dənizin kənarı. Ona atmosferə 5 verirəm. Rəyimizdə yazırıq. Manqal salatı, süzmə salatını bəyənmədi. Balıqlar da istədiyim üçün qızardılmamışdı. Həmçinin bu şəkildə bəyənmədi. Bununla yanaşı xidmət səviyyəsi, interior çox gözəl idi. Şəklimizi əlavə eləyək, keçək növbəti məkana. Gəldik ikinci məkanımız Dərya Fişasa. Gedə görə burada balıqların dadı necədir, qiymətləri necədir, getdik. Menyuya baxaq görə menyularının qiymətləri necədir, göstərim sizə də. Menyuları belədir, soyuq qaynayan altlardan burada məsələn manqal salatı 5-li, digər məkanda 4 manat idi. Naşıraq burada deyəsən ayrıca verilir, digər məkanda balın yanında verilmişdi. 4, 3, 5 arası dəyişir. Süzmə burada 3 manatdır, digər məkanda da 3 manat idi. Balıqların qiyməti isə buradadır, kütümdür. 16, 17, 18, çipal 16, 18, var 16, 18, 16, 18 manat arasında dəyişir. Darada çupra balığı, yəni ikisi də eynidir. Deməli, sifarişimizi verdik, gözlü sifarişimiz gəlsin. Vaxtı da qoşaq tez, görə neçə dəqiqə gələcək. Birinci məkanda 15 dəqiqəyə gəlmişdi, qeyd edeyim. Süzməmizin dadına baxaq. Bu arada çörək gətirməyiblər, özümüz çörək istəmədik. Üç qalır, heyf olur. Süzmə burada qatıdır. Süzmələri qəşəng həqiqətən dadlıdır. Burcu süzmədir. Duzu falan yerində, qatılı yerində. Manqal salatına dadına baxaq. Digər məkanda 3 manat idi. Burada 5 manatdır manqal salatı. Bunu yeyən kimi közün iyisi vurur adamın. Əla. Badımcan da dadına baxaq. Görək badımcan gözəli. Badımcan qızartmasıdır da bu. Bu 2 manat. Birinci məkanda dedilər sizin əlaqədar olaraq yoxdur, amma burada var. Biraz da çox düzəltsaydılar, qəşəng olardı, amma acılığı yoxdur, ağız büzmür. Bəyəndim bunu da pisdir. Bu arada düşesi də bəyəndim. Qiyməti 3 manatdır, qazı falan yerindədir, sərinliyi də yerindədir. Yəni fərq vardı, deyəsiniz düşesidən olacaq, amma həqiqətən fərq vardı. Deməli, balıq gəldi, balıq sifarişində. Belə bir ki, bunun hissəsi deyil. Məncə bu balığın yarısı bu deyil. Bu nəsə dəyişik düşübdür, çünki bu çox balacadır. Nəsə, sifarişimiz gəldi, hardasa 1 dəqiqə söhbət elədik. 16 dəqiqə falan gəldi. Digər məkanda da 15 dəqiqə 30 saniyə gəlmişdi. Aşağı yuxarı eyni vaxtda gəldi. İndi burada müştəri çoxdur, o da nəzərə almaq lazım. Digər məkanda müştəri vardı, o qədər də çox deyildi. Badımcana verəcəyim bal mənim 4-5 olar. Süzməyə verəcəyim bal 4-5 olacaqdır. Manqal salatına verəcəyim bal isə 5 bal olacaqdır. Görə balıq necədir? Balığın dadına baxaq. Götürüb balığın dadına baxaq. Burada istəyirəm ki, qəşəng qızardılar. Balığın pişməyində dadına həqiqətən fərq var. Sveç vəziyyətləri üçün məkanda eyni balıq gələ bilər, amma pişməkdən çox şanslıdır. Birinci məkanda balığın dərisini yeyəndə orada yağ dadı falan hiss olunurdu balığın dərisindən, aşırı hiss olunur. Burada hiss olunur, qəşəng. Gec olmamış nar şərabının da dadına baxaq. Biraz balığın üstünə töküm. Naşırablar da normaldır. Sərtdir, digərindən fərqlidir. Digərində naşırab biraz suluydu. Burada biraz qatıdır və biraz kəskinli. Yəni yaxşıdır pistir naşırabları. Hesabımız gəldi. Hesabımız 30 manat elədi. Birinci məkanda 49 manat eləmişdi. Burada 30 manat elədi. Qiymət müqayisəsi eləyəndə aşağı yuxarı qiymətlərə indi elə bir fərq yoxdur. 1-2 manat fərqi vardı. Amma keyfiyyət olaraq müqayisə edəndə həqiqətən fərqdir. Dərya Fişasa 5 bal üzərindən verəcəyim bal 4.5 olacaqdı. Amma xidmətlərini açığı bəyənmədim. Birinci məkan xidməti daha yaxşı idi. Nəinki buradan. Burada biraz tam olaraq o deyil. Bilmirəm, yorulurlar, müştəri çoxluğudur, nədir, amma çox xidmətlərini bəyənmədim. İşçi azlığı da ola bilər bu arada. Dərya Fiş Google Map'də 1600
1657 lirə üzərindən, nə az, nə çox, düz 1657 lirə üzərindən 3.9 bal veriblər. Qidaya verəcəyimiz bal 5, xidmətə verəcəyim bal açığı bəyənmədim. 3 verirəm, atmosferə verəcəyim bal da 5 olacaqdı. Ona görə ümumi qiymətləndirmədə 4 verirəm. Amma məkanda balığa verəcəyim qiymət 4.5 olar. Həqiqətən balıqları yaxşı idi. Rəyimizlə yazaq, şəkillərimizlə əlavə eləyək. Çox xahiş edirəm, videonu izləyirsinizsə, dəstək olmaq üçün videonu bəyənə bilərsiniz, kanalıma abunə ola bilərsiniz və dostlarınızla paylaşa bilərsiniz. Bəyənlərinizi də gözləyirəm. Çox maraqlıdır. Siz mənim videoma harda baxırsınız? Yemək yeyəndə baxırsınız, yatanda baxırsınız, nə bilim, evdə baxırsınız, televizorda baxırsınız, onu rəy bölməsində yazsanız mütləq şəkildə oxuyacağam və cavablandıracağam. Keçirik növbəti məkanımıza. Gəldik 3-cü və sonuncu məkanımız olan Şəfa Şasa. Gedə görə burada balıqların qiymətləri necədir, dadları necədir? Getdik. Halal olacaq deməli manqal salatı, badımcan qızartması, süzmə, içməyə də bir dənə verərsiniz duşez. Balıq da olacaq, darado. Bir dənə olacaq. Naşərab ayrıcadır, əlavə. Tamam, bir dənə naşərab. Digər məkanlardan fərqli olaraq burada naşərab balığın yanında verilmir, əlavədir. Yaxşı bir hal deyildi. Məncə balığın yanına verilsə daha yaxşı olur. Zaten bura gələn balıq yesə naşərab sifariş verəcək. Vaxtda qoşduq. Görək neçə dəqiqə sifarişimiz hazır olacaq. Birinci məkanda 16 dəqiqə, ikinci məkanda da şayət 16 dəqiqə hazır olmuş sifarişlərimiz. Düşes barədə fikrim deyim. İkinci məkanda nətaqlar müşkəsi məndə daha yaxşıdır. Qızılquyu, qazlığı falan hər şey qaydasından, amma bayağı bir çox şirindir. Manqal salatımızın dadına baxaq. Görürsünüz hissələri ayrı-ayrıdır. Yəni ikinci məkanda belə deyim, tam qarışmışdı bir-birinə. Burada amma görürsünüz belə bir hissədə tam qarışmayıb sanki. Və iç dadda da o közün dadını hiss eləmək olmur burada. Manqal salatını açıq bəyənmədim. Verəcəyim bal 3.5 olar. İkinci məkandakı manqal salatı çox qəşəng idi. Badımcan da dadına baxaq. Burada sanki biraz çox qızardıblar. Bu arada sifarişimiz gəldi. Buradadır. Düz 15 dəqiqə gəldim. 3 məkanla müqayisəsində hələ ki ən tez bura gəlibdim. Qaldığımız yerdən davam edib. Badımcanı da çox bəyənmədim. Biraz ağız büzməyi var. Ağzı büzməyi, biraz ağzın dodaq hissələrini falan bilmirəm nə deyirlər ona. Biz ağız büzmək deyirik, ağız büzməyi var. Badımcan da çox bəyənmədim, amma 4 verərəm. Və burada bizim süzməmiz var. Süzməmizi göstərim. Süzmənin dadına baxın. Süzmə verəcəyim balda 4.5 olacaqdır. Amma manqal salatın sözünü açım, bəyənmədim. Öyle də. Başlayaq daradomuzdan. Daradamız çupramız və yaxud da fərqi yoxdur. Mənə gəlir ki, digər məkanlara nisbətən belə daha çox qızardıblar deyəcəydim ki, amma bu qızarma deyil, bu yanmadır. İsi də gəlir. Özünüz görürsünüz buradan. Yaxından da çəkim sizlər üçün. Yaxından çəkə bilərəm. Qabıq hissəsi çox yanıbdır. Bu da digər hissəsidir. Görürsünüz necə yanıbdır. Dadına baxaq. Görək dadı necədir. Təbii ki, yaxşı deyil. Qabıq yaxşı deyil, yanmış vəziyyətdə necə yaxşı ola bilər. Üstəki çox aşırı yağlıdır. Balıqda aşırı yağlılıq var. Çox yağlıdır. Deyəsiniz ki, yağda istəmirsən də normaldır. Amma yəni ikinci məkanda yağda istəmişdim. Birinci məkanda da bu qədər yağlı deyildi. Göstərim də yaxından. Balığın duzu, istiyotu da azdır. Deməli, hesabımız gəldi, hesab 30 manat elədi. Birinci məkanda əlavə verdiyim sifarişlər çıxmaq şərtində demək olar ki, hər üç məkanda da hesab 30 manat edir. Ona görə qiymətləndirilmə olaraq hər biri eynidir deyərdim. Amma məsələ nədir? Birində biri ucuzdur, biri bahadır. Belə bir fərqləri var deyə. Ona görə birində narada 17 manat idi, birində 16 manat, birində 18 manat. Amma bəzi, məsələn, ən çox da manqalosun qiyməti dəyişirdi. Birinci məkanda 3 manat, ikinci məkanda 5 manat. Google Map'də də baxıram ki, 296 rəy üzərindən 3.7 bal alıb ki, mən bu məkan üçün verəcəyim bal zaten 3.5 olacaqdır. Google Map'də də 296 rəy üzərindən 3.7 bal alıbdır. Rəyimizi yazaq. Deməli 3 veririk. Qidaya 3, xidmətə 4, atmosferə 5 veririk. Rəyimizi yazıb şəkillərimizi də əlavə eləyək. Mənim bu məkanda bəyənmədiyim əsas nə oldu? Birinci, naşırabı ayrı verməkləri. İkinci, balığın yandırmaqları və manqal salatını bəyənmədim. Keyfiyyət olaraq sıralamamıza, qiymət və keyfiyyət olaraq deməyəcəm, çünki aşağı-yuxarı qiymətlər eynidir. Ona görə mənasızdır mənə görə. Sırf keyfiyyət olaraq sıralamamı sizlər üçün bildirəcəm. Keçdik. Gördüyünüz kimi bu möhtəşəm mənzərə qarşısında arxamızda 3 rəngli şanlı dövlət bayrağımız və Xəzər dənizimiz. Bu möhtəşəm mənzərə qarşısında videonu yavaş-yavaş yekunlaşdırıram. Mənim fikrimcə qiymət olaraq artıq deməyəcəm, çünki qiymət olaraq hər üç məkanda da qiymətlər eynidir. Sırf
keyfiyyət olaraq. İkinci yerə qoyacağım məkan Şəfa Balıq evi, ikinci yerə qoyacağım məkan Xəzər Balıq evi, birinci yerə qoyacağım məkan isə Dərya Balıq evi olacaq. Çünki Dərya Balıq evində demək olar ki, hər şeyi çox bəyəndim. İstər balıqların dadı olsun, istər manqal salatı olsun, çox möhtəşəm idi. Dərya Balıq evində balıqlar həqiqətən dadı çox möhtəşəm idi. Manqal salatından söz ola bilmək çox yaxşı idi. Belə, bu qədər. Bu tərzdə videoların gəlməsini istəyirsə, siz də altda haralara getməyi istəyirsə yazın. Həmin məkanlara gedim, yoxlayım, test edeyim, sizlərlə bölüşüm. Videonu bəyəndirsə kanala abunə olmağı, rəy yazmağı, videonu bəyənməyi unutmayın. Növbəti videolarda görüşənədək özünüzə yaxşı baxın. Hələlik.